Tamam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Sizinlə baxaq 7 iyun 2026-cı il Dimin keçirdiyi imtahandan sual nümunəsinə baxaq. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük natural ədəd daxil edilməlidir ki, nəticədə 256 ədədi çap olsun? Biz baxırıq ki, çapa n dəyişəni gedib və n 1 ilə başlayıb. 1 ilə başlayıb və hər dövrdə 4-ə vurulub. Və sonda nəticə 256 olub. Baxaq görək 4-ü neçə dəfə 4-ə vurub ki, 256 edibdir. 4-ü birinci dövrdə baxın. 1-i 4-ə vurub 4 alıb. İkinci dövrdə 4-ü 4-ə vurub 16 alıb. Üçüncü dövrdə artıq 16-nı 4-ə vurub 64 alıb. Nəhayət dördüncü dövrdə 64-ü 4-ə vurub 256 alıb. Deməli, while dövrü 4 dəfə işləyibdi. 4 dəfə işləyib 256 alıb və while şərti ödəyib. 5-ci dövrdə artıq while dövrü işləməyib. Deməli, dövr işlədiyi müddətcə A-nı 2-yə bölüb böyük olub 1-dən. Nə zaman ki A-nı 2-yə bölüb 2-yə bölüb kiçik bərabər olub 1-dən artıq dövrdən çıxış edib. Dövrdən çıxanda A-nın 2-yə bölünməsi kiçik bərabər olub 1-dən çıxış edib dövrdən. Bəs yaxşı, biz hansı ədədi daxil etmişik ki, həm də soruşur ən böyük ədədi daxil etmişik ki, dövr 4 dəfə işləyib və nəticəni 256 olaraq çap edib. Deməli, biz A-nı bir dəfə bölmüşük 2-yə. Yoxlamışıq, birdən böyük olub. Sonra bir də yenidən bölmüşük 2-yə, yoxlamışıq, artıq ikinci dövrdə birdən böyük olub. Sonra yenə bir dəfə də 2-yə bölmüşük, yoxlamışıq, yenə birdən böyük olub. Bir dəfə də 2-yə bölmüşük, yoxlamışıq, yenə birdən böyük olub. 1, 2, 3, 4. Nəhayət, 5-ci dövrdə bölünmüş 2-yə tam bölərək 5-ci dövrdə 1, 2, 3, 4. 5-ci dövrdə kiçik bərabər olub 1-dən. Biz əgər A-nı 4 dəfə 2-yə bölmüşüksə, deməli sonda 4-cü dövrdə A 16-ya bölünüb, böyük olub 1-dən. 5-ci dövrə keçid etdikdə artıq 5-ci dövrdə 16-dan bir dəfə də böləndə artıq 32-yə bölmüş olur. A-nı tam hissə 32-yə bölmüş olur. Bu zaman kiçik bərabərdir 1 olur. Deməli, biz bilirik ki, hər hansı bir ədəddir, o hansı ədəddir ki, mən onu tam hissə 32-yə böləndə bilirik ki, deməli, məsələn, 5-i tam hissə 2-yə böləndə bu tam bölmədir. Yəni, bizə ədədin tamını verir, 2-ni verir. Lakin 5 faiz bölmə 2 yazanda biz bilirik ki, 5-in 2-yə bölünməsindən alınan qalığı verir. Bu isə bizə 1-i verir. Yəni, A-nın tam hissə 32-yə bölünməsi, yəni A-nı bölüb 32-yə tam hissəni götürüb. Bu isə kiçik bərabərdir 1 olub. Biz bilirik ki, 1-dən kiçik 0-dır. Biz hər hansısa bir ədədi hər hansısa bir ədədə bölüb 0 almışıqsa, deməli bizim bölünənimiz 0-dır. Bu isə mənə lazım deyil 0 olaraq. Çünki mənə ən böyük natural ədəd istəyir. Bunun üçün mənim, deməli bu A tam hissə böldüyüm 32 mənə bərabərdir 1 veribdir. Mən hansı ədədi 32-yə bölsəm, mənə tam hissəsi 1 verər. Özü ən böyük natural ədədir. Biz bilirik ki, 64-ü 32-yə böləndə tam hissə mənə 2 verir. Bu isə 1 deyil, 1-dən böyük bir ədədi verir. Halbuki mənə kiçik bərabərdir 1 lazım idi. Deməli bu 63-dür.
Başqa cür necə taparam? Biz bilirik ki, qalıqlı bölmə düsturuna görə əgər mən A-nı B-yə bölürəmsə, C tam hissə düşüb qalıq hər hansısa bir qalığı alıramsa, qalıq mütləq şəkildə böləndən kiçik olmalıdır. Və burada minimum maksimum qalıq. Məsələn, minimum qalıq 0, maksimum qalıqsa böləndən bir vahid aşağı ola bilər. Yəni 32-yə böləndə mən minimum qalıqda 0, maksimum 31 ala bilərəm. Bu qalıqlı bölmənin qayda qanunudur. Deməli, və mən qalıqlı bölməyə görə B-ni C-yə vurub üzərinə Q-nü gəlsəm, A-nı əldə edirəm. Deməli, mən 32-ni 1-ə vurub üzərinə maksimum qalıq 31-i gəlsəm, mən 63 alaram. Deməli, bu A ədədi 63 imiş. Bunun maksimum qiyməti 63-dür. Bəs minimumu necə taparıq? Minimum bir dövr əvvəldədir. Bu 5-ci dövr idi. Bir dövr əvvəl, yəni çıxış etdiyi, çıxdığı dövrdür. Bir dövr əvvəl, hələ ki 4-cü dövr, dövrün içindəki dövrdür. Yəni mən A-nı 4 dəfə bölmüşəm. Dövrün içində elə 4-cü dövr davam edən dövr idi. Yəni A-nı tam hissə bölmüşəm 16-ya, böyük olub 1-dən. Və minimumu axtardığıma görə, əgər bu sual sizdən minimum istəsəydi, minimumu axtardığıma görə 1-dən böyük, təbii ki, 1-dən 2, 3, 4, 5 hamısı 1-dən böyükdür. Amma 1-dən böyük ən kiçik ədəd 2-dir. Deməli, biz e, böyükdür bir şərtində 2-ni əldə edirik. Yəni, A-nı tam hissə 16-ya böləndə bu 2 alıb. Çünki 1-dən böyük ən böyük ədəd 2-dir. Daha doğrusu 1-dən böyük ən kiçik ədəd 2-dir. Yəni biz 1-dən böyük 2-ni də deyə bilərik, 3-ü də, 4-ü də, sonsuzluğa qədər. Amma ən kiçiyi minimumu istəsəydik 2-ni götürərdik. Deməli bu 2-yə bərabər olubdur. O zaman bunun ən minimum qalığı da 0 ola bilər. Deməli, mən hansı ədədi 16-ya böləndə tam hissəsi minimum 2 ola bilər? Bu 32-dir. Başqa cür necə tapa bilərəm? 16-nı natamam qismətə, yəni 2-yə vurub üzərinə minimum qalıq 0-ı gəlsəm, mənə yenə 32-ni verər. Yəni daha asan həll etmə metodu bu idi ki, dərslərdə də bunu çox izah etmişdim. Gəlin baxaq digər Python sualına. Baxaq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N 23-dür. If şərti. If n faiz 3 bərabərdirsə 1-ə print 3-ü çap et. Əgər bu şərt ödənməsə, else özü ilə ən yaxın sırada duran else keçid eləyəcək. Deməli, if n nədir? 23. Deyir, əgər 23-ü bölsək 3-ə, qalıqlı bölmənin, deməli, bu bölmə qalığı bizə qaytarır. Bərabər olacaqmı qalıq 1-ə? Sual soruşur. Xeyr. Çünki 23-ü 3-ə böləndə tam hissə 7 düşür. 7-ni isə 3-ə vuranda 21 düşür. Qalığımız 2 qalır, 1 qalmır. Yəni, bura ödənmir. Else düşür. Deyir o zaman 23-ü tam hissə böl 3-ə. Tama nə düşür? Tama 7 düşür. Cavab B variantım. Çox rahat suallardan biridir. Uyğunluğu müəyyən edin. Biz bilirik ki, bizdə deyir ki, qrafik informasiyanın həcmi. Burada X rəngin dərinliyidir. Biz bilirik ki, rəngin dərinliyi deməli bitlə ifadə edilir və rəngin dərinliyi bərabərdir. Deməli belə deyək də, rəngin çaları bərabərdir 2 üstündə rəngin dərinliyi. Yəni biz rəngin dərinliyinə n bit desək, rəngin çaları 2 üstü n olar. İndi gəlin biz baxaq görək misalda bizdən nə istəyir. Palitradakı rənglərin maksimal sayı. Palitradakı rənglərin maksimal sayı rənglərin çaları deməkdir. Və biz bunu 2 üstü n şəklində ifadə edirik.
Və bilirik ki, bizim həcm düsturumuz var. Nəyə bərabərdir? Piksellərin sayı vurulsun bir pikselin dərinliyi, yəni rəngin dərinliyi. Bu bizə həcmi verir. 512 vurulmuş 256 bizdə piksellərin sayıdır. Yəni 2 üstü 9 vurulmuş 2 üstü 8. Vurulmuş x bit bizə rəngin dərinliyini verir. Bərabərdir 256, yəni 2 üstü 8 kimi yazacağım. Bizə həcmi veribdir. Bir tərəf bit, bir tərəf kilobaytdır və biz bilirik ki, bölmə əməliyyatını icra edərkən biz nə edirik? Hər tərəfi eyni vahidə gətiririk. Vururuq nəyə? Kilobaytdan bitə keçmək üçün 2 üstü 13-ə vururuq. Deməli, x bərabərdir 2 üstü 8 vurulmuş 2 üstü 13 əsaslar eyni olan zaman qüvvətlər toplanır. 2 üstü 21 olur. Bölünsün 2 üstü 17. Və bölmə əməliyyatı zamanı əsaslar eyni olduğu zaman əsası saxlayırıq, üstlər çıxılır. 2 üstü 4. Alındı 16 bit. Bu rəngin dərinliyidir. Rəngin çalarını tapmaq üçünsə 2-nin qüvvətinə qoyuruq 16-nı. 2 üstü 16. Yəni 1-ə uyğun gəlir A variantı. Digərinə baxaq. 512 vurulmuş 512 piksel. Bizə qaytarır 2 üstü 9, 2 üstü 9, 2 üstü 18. Vurulmuş x bit bərabərdir 3 vurulmuş 2 üstü 20. Bitdir. Bu tərəfdə bitdir. Onun üçün heç bir çevirmə əməliyyatı etmirik. X-i burada rahatca 3 vurulmuş 2 üstü 20-ni bölüb 2 üstü 18-ə x-i tapa bilərik. Dedik ki, əsaslar eyni olduğu zaman üstlər çıxılır. 3 vurulsun 2 üstü 20-dən 18-i çıxanda 2, 2 üstü 2, 4. 3-ü də 4-ə vuranda edir 12. Yəni, rəngin dərinliyi 12-dirsə, rəngin çaları 2 üstü 12-dir. Buna da uyğun gəlir C variantı. Daha sonra üçüncüyə baxaq. 256 vurulmuş 2 üstü 18 bit bərabərdir. 380 vurulmuş 2 üstü 11. 256 2 üstü 8, 128 isə 2 üstü 7-dir. Yəni 2 üstü 8 üzərinə gəlinmiş 2 üstü 7. Çünki əsaslar eynidir deyə üstlər toplanacaq vurma zamanı. 8 üstə 15, 7, 15. Vurulmuş x bit bərabərdir 384 vurulmuş 2 üstü 11. Biz isə buradan rahatca x tapa bilərik. 384. 384-ü 3 vurulmuş 2 üstü 7 kimi yaza bilərik. Vurulsun 2 üstü 11, bölünsün 2 üstü 15. 2 üstü 7, 2 üstü 11 bizə 2 üstü 18-i verir. Böləndə 2 üstü 15-ə ixtisar gedir, qalır 2 üstü 3, yəni 8. 8-i 3-ə vuranda x bizə 24-ü verir. Rəngin dərinliyi 24-dürsə, rəngin çaları 2 üstü 24, yəni 3-cüyə də Y variantı uyğun gəlir. Daha sonra keçək digər Python sualına. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan daxil edilə biləcək cəmi neçə dənə natural ədəd var ki, hər dəfə 8 ədədi çap olunsun. İndi biz baxaq ki, 8-i çapa necə olub ki, 8 çapa gedib. Baxırıq ki, çapa bizə K dəyişənli gedibdir. K isə 1-dən başlayıbdır. Üzərinə hər dəfə 1-i gəlibdir. Üzərinə neçə dəfə, baxın, dövr buradan başlayır. Neçə dəfə 1 gəlməlidir ki, 8 olsun? Təbii ki, biz bilirik ki, bu maksimum 1, 2, 3, 4, 5, 6, 7 dəfə olmalıdır ki, dövr 7 dəfə maksimum getməlidir ki, bu bizə 8 ədədini çapa versin. İndi baxaq. Deməli, dövr 7 dəfə dedik ki, işləməlidir ki, 7 dəfə bizə 8 ədədini versin. Deməli, 7 dəfə işləyib və bizə 8 ədədini veribdir. Baxaq, S-in üzərinə hər dəfə K vurulmuş 5-i gəlib. Yəni, K-nın ilk qiyməti 1-dir. Sonra K artıb olub 2. S-in üstünə gəlib 2 vurulmuş 5-i.
Sonra 3 vurulmuş 5-i. Yəni mən S-in ilkin giriş qiymətini bilmirəm. İlkin giriş qiymətini bilmirəm. Lakin hər dəfə K-nı vurmuşam 5-ə. Mən 5-i mötərizə xaricinə çıxardım. İlk K-mız 1-dir. 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6, üstə gəl 7 yaza bilərəm. Hardan tapdım bunları, bu qiymətləri? Baxın bu qiymətləri K-dan aldım. Çünki K-nın ilk qiyməti 1-dir. S-in üzərinə gəlib 1 vurulmuş 5-i. Sonra bu aldığı qiymətin üzərinə gəlib 2 vurulmuş 5-i. Sonra K olanda 3, 3 vurulmuş 5-i. Və 5-i mötərizə xaricinə çıxardıb, rahatca toplayıb, sonda da əslində 5-ə vursam eyni dəyər alacağım. Bunun üçün S plus 5 deməli S plus 5 vurulmuş. Deməli, 1-in üzərinə 2, 3, 3-ün üstünə 3, 6, 10, 15, 21, 28. Vur 28, kiçik bərabər olub 250-dən. Daha sonra S plus 25-i 8-ə, 28-i 5-ə vuranda eləyir, deməli, 140. Üzərinə 140-ı gəlmişəm, kiçik bərabər olub 250-dən. S kiçik bərabər olub 250-dən 140-ı çıxanda eləyir 100, deməli 10. 110. O zaman S-in burada ala biləcəyi qiymət 110-dur. Maksimum 110-dur. Daha sonra bir dövr əvvələ qayıtsam, o zaman mən S-in üzərinə 6 dövr getsəm, S-in üzərinə sonuncu 7-ni gəlməsəydim əgər, S üstə gəlinsin, 21 vurulsun 5, hələ də üzr istəyirəm, burada böyük bərabərdir. Çünki dövrdən çıxış olubdur, böyük bərabər. Hələ də kiçik olub 250-dən. O zaman S üstə gəlsin 105, kiçik olub 250-dən. S də kiçik olub, deməli 250-dən 105-i çıxanda 5, 4, deməli 145-dən. 145-dən. O zaman S-in ala biləcəyi ilk qiymət 144 olardı. Deməli, S 144, 110, 110, 144 parçasından qiymət alıbdır. Və biz hər tərəf daxil olduğu üçün bu parçaya 144-dən çıxıb 110-u üzərinə bir gələrək tapa bilərik. 4, 3-dən, 4-dən də 1-in 3, 34, üzərinə də 1 gəlsəm 35-i əldə edərəm. Da, yəni çətinlik səviyyəsi olan suallardan biri idi. Yəni çətin sualdır. Suallardan biri idi. Daha sonra sizlə baxaq digər suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq görək, bu alt proqram nə iş görür. Məsələn, baxaq for i in n. Bax, bilirik ki, biz for i in-lə müraciət edərkən biz elementin özünə müraciət edirik. I burada elementin özüdür. Bir elementi götürür. Məsələn, 125-i götürək, 125. Funksiyaya verək, görək nə iş görür. Funksiya 125-i nə edir? Tam hissə bölür 10-a, onu isə faizli bölür 10-a. Tam hissə 10-a böldüyü zaman 125-i 10-a bölüb tam hissəni götürəndə olur 12. Bunu isə 10-a bölüb qalığı götürəndə düşür 2. Deməli, M1 mənə nəyi verir? 2-ni. Əgər deyir if M1 bərabərdirsə 2-yə, deməli, return M1-i qaytar. Əks halda 0-ı qaytar. Deməli, baxıram, 125-də M1 mənə nəyi qaytardı? Bəli, 2-ni qaytardı. O zaman return M1. M1-in özü nə idi? Deməli, M1 2.
Rutin 2 2-ni qaytardı. Əgər if n new nə idi? Def funksiyasından bizə qaytardığı 2 idi. 2. Fərqlidirsə sıfırdan 2 fərqlidirmi sıfırdan? Bəli, fərqlidir. O zaman nə et deyir? O zaman b toçka append i. İ də bu elementin özüdür. B-yə, yəni onu əlavə et. Burada da bir B siyahısı yaratsam, o zaman mən 125-i bəli əlavə edəcəm. 125-i əlavə edəcəm. Aha, baxaq digərinə. 622-ni götürək. 622 baxaq. Deməli, buradan belə çıxır ki, bu ikinci ədədi 2 olan ədədlər, ikinci rəqəmi 2 olan ədədlər istəyir bizdən. 625-i də biz funksiyaya yollasaq, artıq bunu görmüş olacağıq. Deməli, 625-i funksiyaya yollayanda, 625-də ilk olaraq 10-a böləndə tam hissəsini götürür 62. 62-ni 10-a bölüb qalığı 2 götürür. Yenə n1 bizdə bərabərdirmi 2-yə? Hə deyir. Yenə rutin n1-i qaytarır 2-ni. 2 deyir fərqlidirmi sıfırdan? Bəli, append edir i-ni. I-nin özü 622-dir. 622-ni append edir. Sonra baxın 272-ni yollayaq funksiyaya. 272. Baxaq. 272. Tam hissə 10-a böləndə 27-ni götürür. Bunu da qalıqlı 10-a böləndə 7-ni götürür. M1 oldu 7. İndi deyir ki, if M1 bərabərdirmi 2-yə? Yəni 7 bərabərdir 2-yə? Yox. Rutin nəyi qaytarır? Rutin bizə 0-ı qaytarır. Yəni mənim n-yum artıq 0-dır. Çünki rutin dəyər qaytarır. O zaman funksiya həmən dəyərlə çıxır artıq. Deməli, funksiyadan o dəyişən o dəyərlə çıxır. Deyir if n-yu nə idi? 0. Çünki rutin 0 qaytarır. Fərqlidirmi 0-dan? Yox. Onda deməli mən i-ni append etməyəcəm. Bu qaydanı bildiyimə görə ikinci rəqəmi 2 olan burada bir də 326 olduğuna görə 326-nı da siyahıya əlavə edir. 125, 622, 326. A variantı. Bu qədər əziz şagirdlər, gələn dərsimizdə digər sualların da izahları olacaq. Kanalımıza abunə olmağı unutmayın. Daha ətraflı video izahlarla tanış olmaq üçün hələlik özünüzdən müğayət olun.